Ne yalan deyim. Salam dostlar. Bugün fərqli bir kontentdə, bol söhbətli bir video ilə qarşınızdayım. Belə ki, bu videoda həm makyaj edə-edə, həm də söhbətləşərək yeni bir kontentlə davam edəcəm. Amma öncədən deyim ki, rayondayam, tətilə gəlmişəm və eyni zamanda maraqlı kontentli, fərqli bir videolar çəkmək istədim. Bugünkü videomda isə necə dizayner oldum və necə təlimçiliyə başladım deyə bir video olacaq. İlk öncə nəmləndiriciden başlayaq. Mənim üzüm problemli dəridir. Biraz da məndən asılıdır təbii ki də bu. Demək, mən əslində 2021-ci ildə 630 baldan İdarəçilik Akademiyasında kompüter elmləri ixtisasına qəbul aldım. Əslində əvvəllərdən arzum idi kompüterlə bağlı hər hansı bir ixtisasa sahib olmaq, çünki özüm də sevirdim. Əslində əvvəllər dənizi sevirdim deyə neft-qaz mühəndisi olmaq istəyirdim. Sonra araşdırdığım zaman gördüm ki, mənə uyğun həqiqətən də sahə deyil. Daha sonra gördüm ki, kompüterə olan marağım daha yüksəkdir. Əslində onda da istəyirdim ki, daha çox proqramlaşdırmacı və yaxud da kiber təhlükəsizlik üzrə yönəlim, amma üniversitede başladım. Üniversiteden bu arada çok memnun idim. Daha sonralar anladım ki, mən ixtisasımı seçməliyəm. Üniversitet önemli bir faktor değil. Diplom sadece önemli bir faktordur. Təəssüflər olsun ki, ona göre sadece öz sahəmi seçməliydim. Düzdür, mən birinci kursdan artıq başlayıb işləyirdim. Düzdür, öz sahəmlə bağlı değil, amma yəni gəlirli sahə idi və istər kurslarım olsun, istər öz xərclərim olsun, istər ev xərclərim olsun, hər birini qarşılayırdım. Ama daha sonra gördüm ki, mən öz sahəmi seçməliyəm. Başladım ofis proqramları kursuna, dil kurslarına falan getdim. Nəhayət mən artıq bir sahə seçməliydim. Artıq mən bir sahə seçməli olduğumun fərqinə vardım. Bir il işlədikdən sonra, düzdür, maaş məni olduqca çox qane edirdi. Hətta özüm üçün yatırım belə edirdim. Sadəcə dediyim kimi sahəmi seçməliydim. Nə işlədiyim də sonra maraqlı gəlsə, mühasibatlıq üzrə idi. Daha çox hesabat, sayım idi. Daha sonra başladım kompüter proqramlaşdırma yönündə. Gördüm ki, mənlik deyil. Üniversitədə keçiləndə hətta o dərsə görə depressiya yaşamışdım. Başladım dizaynla maraqlamağa. Dizaynla maraqlananda ilk öncə UX UI istəyirdim. Nə yalan deyim ki, website dizaynı, mobil tətbiq dizaynı, amma mənim müəllim sağ olsun yönləndirdi. Dedi ki, sən qrafikdən başlasan daha yaxşı olar. Çünki mənim istəklərimə uyğun mənə o sahəni dedi. Mən o sahəni mənə məsləhət gördüm. Bu arada həm danışaram, həm də nə sürəcəm deyə ona baxıram. Daha sonra heç nə başladım grafik dizayn kursuna. Məndə də onda hər zaman bahalı kursa gedim, fərqli şəkildə gedim. O düşüncəsi daha çox idi. Yəni, mənim üçün düz o idi. Yəni, o öyrədilmişdi ki, mənə bahalı olduğu zaman keyfiyyət çox olur. Daha sonralar gördüm ki, elə deyil. Amma yəni, mənim seçdiyimdə isə yəni, şanslıydım ki, həm bahalı idi, həm də çox keyfiyyətli idi, həm də fərqli alırdım deyə kursa. Mənə daha çox kömək oldu. Sonra grafik dizaynı qurtardığım zaman elə anında mənim iş təklifləri gəldi ki, zaten mən o iş təkliflərini əsasən o sahəyə yönlənmişdim. Başladım. Düzdür, mən tam ştat işləyə bilmirdim. Çünki bizdə universitet günorta növbəsi idi və günorta növbəsi olduğuna görə iş imkanları o qədər yaxşı deyildi. Ona görə başladım mən artıq freelance işlər götürməyə. Freelance işlər götürdükdən həmən sonra, çünki mən qeyd edilmişdi ki, mən də hazırda tələbələrimə məsləhət görürəm. İki sahə seçildiyi zaman tutaq ki, həm qrafiki, həm UX UI, həm də tutaq ki, motiondan qrafik öyrənmək istəyirsinizsə, öyrəndikdən bir müddət sonra ara verin və o fasilədə pul qazanmağı öyrənin. Çünki pul qazandıqdan sonra digər sahəni öyrənsəz sizin üçün daha effektiv olur. Mən də qaydanı bildiyimə görə başladım pul qazandıqdan sonra 5 ay sonra artıq başladım mən UX UI-ya. UX UI-ya başladım. UX UI-ya başladıqdan sonra zaten mənim hər zaman bir tələbə gəldi təsadüfən. Bu arada UX UI kursum davam edirdi onda. Bir tələbə oldu ki, hansı ki tələbə də deməyim, sadəcə məndən öyrənmək istədi. Networking vasitəsilə tanış olduğum bir insan. Beləcə mən başladım bunun üzərində Photoshop və Illustrator öyrətməyə və öyrətdikdə gördüm ki, mən düzdür, əvvəllər istəmirdim müəllim olmağa, amma gördüm ki, mən müəllim olmağım niyə də olmasın ki? Çünki həqiqətən marağım vardı və öyrətdikcə özümü daha da çox tapırdım bu sahədə.
Mən başladım bu insandan onlayn təlimlər keçməyə, bu insana öyrətməyə həmin bu Photoshop illüstratoru. Daha sonra artıq mən gördüm ki, mən də həqiqətən çox maraqlıdır və bu sahə başladım proqramı yığmağa. Proqram yığmaq da belə deyim də çox çətin bir prosesdir. Çətin deyil də, yəni uzun bir prosesdir. Həmin proses ərzində çox araşdırmalısan, əlavə yenidən kurslar almalısan. Yəni tək bir kursla bəs etmir bu. Daha sonra başladım mən təlim proqramı yığmağa, özümə uyğun olaraq. Bilirik ki, qrafik daha çox çətin bir prosesdir. Eyni ilə də UX-UI-ı aparıb öyrənirəm artıq. Həmçinin UX-UI-ı öyrənəndə əlavə təlimlər almağa başladım artıq mən. Aldıqdan sonra başladım kursa. Kurs fəaliyyəti belə deyim ki, əvvəllər bir dizayner akademi olaraq fəaliyyət göstərdim. Burada videolar çəkdim, paylaşdım, oradan uşaqlar yığıldı. İstər UX-lə bağlı, istər qrafiklə bağlı artıq mən başladım təlimçiliyə. Dediyim kimi, bu da bayağı müddət çəkdi bu proses. Çünki kurs açdıqdan sonra həmən uşaq yığmaq çətindir. Qrupların yığılması, digər məsələlər, tədris proqramı, bunların planlaşdırılması. Və daha sonra başladım UX-UI ilə bağlı, elə öz işimdə tətbiq olsun, istər əlavə işlər olsun, bunları da tapmağa. Hələ də universitetdə oxuyuram və hələ də bunları eyni paralel şəkildə aparırdım. Bir də bəs universitet necə olurdu bu formada desəz? Universitetdə əslində bizə qrupda işləyən, belə deyim də, qrupda işləyən insanlar o qədər, tələbələr o qədər çox olmadığına görə mənə çox güzəşt olunurdu, nə yalan deyim, indi də güzəşt olunur. Yəni ona görə çox şanslı idim mən universitet həyatımda, belə ki, mən artıq özümü tapmışdım da. Həm də universitetə belə gedəndə ona uyğun planlaşdırırdım. Tutaq ki, səhər işlərimi və yaxud da universitetdə qalan işlərimi, axşam təlimləri keçirdim və yenidən gecələr öz işlərimi görməyə başlayırdım. Çünki mənə gecələr ilham gəlirdi daha çox. Eyni ilə də daha sonra başladım sosial medianı öyrənməyə. Çünki branding elədim. Öz kursun adı dəyişdi. Yenidən kurs keçən ildən yeniden kurs bir dəfə adını dəyişdi, yenidən səhifələr açıldı, onlar üzrə paylaşımlar olsun, dizaynlar olsun, saytın yığılması olsun. Bu tipli məsələlər daha çox böyüdükcə daha çox iş olurdu və mənim üstümdə daha çox məsuliyyət yarandı. Eyni ilə bunun yanında mən həm komanda ilə işləməyi öyrənməliydim artıq. Çünki idarə etmə bacarıqlarım yüksək olmalıydı, çox insanla işləməliydim. Eyni zamanda mən heç asosial bir insan olmayan sosiallaşmalıydım ki, zaten qrafik dizayn sahəsinə yönəldiyim zaman onu anladım və daha sonra başladım mən eyni ilə istər sosial media, marketinq öyrənməyə, çünki işimə görə lazım oldu. Eyni zamanda digital marketinqi, bunlarla qalmadım. Artıq mən komanda böyüdükcə istər liderlik qabiliyyəti, istər komanda quruculuğu, bunlarla bağlı da təlimlərdə iştirak etməliydim. Bunlara da qatıldım. Artıq Codexpert bir illik fəaliyyət göstərir. Bu müddət ərzində, daha doğrusu 2 ildən çox müddət ərzində 500-dən çox tələbələrlə işləmişik, ödənişsiz seminarlar təşkil etmişəm, müxtəlif mövzular olsun, istər marketinq olsun, istər dizayn olsun, istər proqramlaşdırma olsun, bu formada davam etmişəm və indi isə gəlirəm makyajımın son bölümlərinə və artıq makyajımızın son hissələrinə gəlirəm və onu da qeyd edim ki, artıq həm mən universitet tələbəsiyəm, sonuncu kurs, eyni zamanda təlimçi, eyni zamanda həm də dizaynerəm freelans olaraq. Şirkətlərlə əməkdaşlığım isə sadəcə uzaqdan davam etdirə bilirəm. Universitet, təlim, dizayn 24 saata nələr çatdıram. Eyni zamanda həmçində bu müddət ərzində özümə vaxt da ayıra bilirəm. Gloss qaldı şu anda. Həll eləyirəm. Sonda deyəcəyim olaraq, yəni universitet sizin üçün nəyəsə mane olmasın nələr etməyinizə. Yəni bu müddət ərzində o sahəniz olmasa belə işləməyə başlayın. Çünki universiteti bitirdikdən sonra mən tələbələrimdə də şahid olmuşam ki, insanlar işləmək istəmir. Bir müddət sonra artıq o rahatlıq olur, 20+ yaş. Mən düşünürəm ki, öz adıma, mən 20 yaşdan sonra başlasaydım işləməyə, işləyə bilməzdim, o həvəsim, o səbrim qalmazdı. Yəni ona görə deyərdim ki, universitet həyatınızda bol-bol doya yaşayın, eyni zamanda öz sahənizi seçin, öz sahənizə yönəlin. Belə, yəni universitet həyatınız sizin işlərinizə, öz fəaliyyətinizə və eyni zamanda özünüzə vaxt ayırmağa heç vaxt mane olmasın və universitet həyatına başladığınız zaman neylərsə dayandırmayın, kurslara gedin, daha çox işləməyə başlayın, öz sahəniz olmasa belə, daha sonra isə mütləq şəkildə bir gün öz sahənizi tapacaqsınız. Çünki universitetdən sonra çox çətin olur.
Hələlik görüşənədək.